Həsən Turabov yeganə adam idi ki, seçki yoluyla Akademik Milli Dram Teatrına direktor seçilmişdi. O, teatrın qapısından içəri girəndə Səyavuş Aslandan tutmuş, ən cavan aktyorlara, texniki işçilərədək hər kəs özünü yığışdırırdı. O, sonuncu belə direktor idi. Amma eyni zamanda uşaq kimi ürəyi vardı. Bir baxışıyla hər şeyi yerbəyer edirdi. Teatrın içini çox yaxşı bilirdi. Yaşar Nurinin xətrini çox istəyirdi. Neçə dəfə gəlib Yaşardan şikayət etmişdilər. Bir dəfə Yaşar Nuri teatra içkili halda gəlib. Turabova xəbər veriblər, inanmayıb, deyib ki, ola bilməz. Aparıb göstərəndə deyib ki, o dəm deyil, sadəcə yorulub. Çox mərd və mövqeyində prinsipial adam idi. Turabov nə qədər zəhmli olsa da gənc aktyorlarla dostluq etməyi bacarırmış. Onların problemlərinə biganə qalmazmış. Hətta bir dəfə gənc aktyor Füzuli Hüseynovun mənzil problemi ilə bağlı Milli Məclisin sədri ilə də görüşüb. Evlə bağlı problemim var idi. Dedi ki, filan vaxtda olarsan Milli Məclisin qarşısında. Getdik, spikerlə görüşdü. Hər halda problem həll olunmasa da o buna cəhd etdi. Bir dəfə də kimsə 2-3 min pul ayırıbmış ki, bunun haqqında kitab yazılsın. Kitabı yazacaq adamla otağında söhbət edirmişlər. Fəhlələrdən biri gəlib ki, uşağım xəstədir, pul lazımdır. Soruşub, fəhlə də deyib ki, 3000 dollar lazımdır. Çıxardıb pulun hamısını vermişdi fəhləyə. Kitabı yazacaq adam deyib ki, bəs kitab? Deyib, kitab qaçmır ki, əsas uşaqdır. Rəhmətlik Səməndər Rızayevin oğlu Rəşidə də çox kömək edirdi. Bir də görürdün ki, cavan aktyorlara 5-10 şirvan hörmət elədi.